Kirayemiz təzə çıxdığı üçün təmizlik etdim. Bu bizim kirayəyə verdiyim ev. Evdə balış da var, yatma döşəyi var, yorğan. Mətbəxin ümumi görünüşü. Mətbəxdə də paltarı yuyan, qab yulan yer. Tərtəmiz təmizləmişəm, səliqalı. Panikdə verilir. Və burada qablarımız var, qazanlarımız var. Yəni nə lazım olsa yenə də verməyə hazırım. Orada çaşqa, xaladenlik. Xaladenliki də təmizləmişəm. Kirayəçimiz biraz səliqəsiz qoyub getmişdi hər tərəfi. Mən də tutmuşam tərtəmiz halda. Bu da evimizin ümumi görünüşü. Bu da koridor. Və hamamımız gül kimi tərtəmiz, pol vedrəsi də üstündə veriləcək. Bu da pol silərimiz. Evin girişi buradan olacaq. Ev Bakı şəhərində yerləşir. Bakı Binəqədi rayonunun Sultepe qəsəbəsi. Kirayəçilər əlaqəsə pərdələri aça bilər. Kirayəçi pərdələri açıb ora qoyub. Yəni bu da evimizin ümumi görünüşü.